Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? Detallar. Putin hərəkətə keçdi. Ermənistan üçün təhlükə. Paşinyan hansı yolu seçəcək? Azərbaycanlı ekspertlər İrəvana gediblər. Əliyev İrəvandakı tədbirdə erməni tabularını alt-üst etdi. Tarixi çıxış. İrəvandakı sammit Kremli dəli etdi. Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci zirvə toplantısında video bağlantı formatında çıxış edib. Bu, Azərbaycan liderinin Ermənistanda keçirilən tədbirdə onlayn formatda olsa da ilk iştiraki baxımından tarixi məqam hesab oluna bilər. Əliyev çıxışında Azərbaycan-Ermənistan sülh razılaşmaları, bu istiqamətdə atılan praktiki addımları, tranzit qadağasının aradan qaldırılması, ticarət münasibətlərinin qurulması, yük daşımalarının həyata keçirilməsi və digər məqamları diqqətə çatdırdı. Və Avropa Komissiyasından fərqli olaraq Avropa Parlamenti və AŞPANın sülh prosesinə maneələr yaradan qərarlar qəbul etdiyini, bunun 3 səbəbdən qaynaqlandığını vurğuladı. Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edib, Qarabağda separatçılığa son qoyub, müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Əliyev bunu Avropa təsisatlarının sülhə qarşı mövqeyi kontekstində dilə gətirsə də, əsas məqam ermənilər üçün tabu olan bu məsələlərin İrəvanda keçirilən tədbirdə məhz Azərbaycan lideri tərəfindən səslənməsi idi. Bu, erməni planlarının məhv edildiyi reallığının bu dəfə İrəvanda elan edilməsi baxımından da tarixi məqamdır. Əliyevin çıxışında sülhlə bağlı dedikləri prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir sözləri seçki kampaniyasında Paşinyana üstünlük qazandırır. Çünki oponentləri Ermənistan hakimiyyətinin sülh gündəliyinə Azərbaycanın adekvat münasibət sərgiləmədiyi iddiasından çıxış edir. Azərbaycan liderinin İrəvandakı tədbirdə sülhə sadiq bəyanatı isə Ermənistan hakimiyyəti üçün seçki mübarizəsində ciddi istinad nöqtələrindən biri olacaq. Azərbaycan və Ermənistan iş adamlarının ötən həftə keçirilən görüşü ilə bağlı müəyyən detallar ortaya çıxıb. Ermənistan mediası görüşdə xüsusilə erməni məhsullarının Azərbaycan bazarına çıxarılması məsələsi üzərində dayanıldığını yazır. Hraparak nəşri iddia edir ki, Ağveranda keçirilən görüşdə müzakirə edilən əsas məsələ Rusiya bazarına çıxışda problemlərlə üzləşən Ermənistan məhsullarının Azərbaycan bazarına çıxışına şəraitin yaradılması olub. Rusiya bazarındakı problemlərə görə Ermənistan məhsullarının satışında boşluq yaranıb. Bir sıra məhsulların ixracı dayanıb yaxud həcmi azalıb. Gözləntilər var ki, Rusiya bazarı ilə bağlı problemlər daha da artacaq. Xüsusilə Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti və Ukrayna prezidenti Volodimir Zelenskinin səfərindən sonra. Paşinyan Ermənistanın iş adamları üçün yeni imkanlar yaratmaq istəyir. O, bu məsələdə Prezident İlham Əliyevdən kömək istəyib. Azərbaycan Ermənistanın həm Rusiya ilə münasibətlərinin korlanmaması, həm də ixracda yaranmış problemlərin həllinə kömək edəcək. Təbii ki, Paşinyan da bunun qarşılığında Əliyevin istədiklərini verməlidir. Nəşr iddia edir. Rusiya mətbuatı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti, xüsusən də Ukrayna prezidenti Volodimir Zelenskinin səfərinə xüsusi diqqət ayırıb. Kremlin nəzarətində olan media və təbliğat ruporları bu prosesi Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə kimi qiymətləndiriblər. Müttəfiq münasibətlərinin qalıqlarının son və dönməz şəkildə sökülməsi hazırda İrəvanda baş verir. Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana gəlib, müstəqil media yazıb. Zelenski İrəvanda Paşinyandan çox şey əldə edə bilməyəcəksiniz, amma isti dairədə Qafqaz dağlarından Moskvaya yumruğunuzu sıxa bilərsiniz. Başlıqlı məqalədə deyilir. Baş verənlərin sürrealizmini düşünün. Hələ də formal olaraq Rusiyanın müttəfiqi olan və nominal olaraq kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvü olaraq qalan bir ölkənin ərazisinə Qərb qoşunlarının bütün seçilmiş üzvləri qonub. Rusiya mediası yazır ki, Keir Starmer, Emmanuel Macron, Ursula von der Leyen, Kaja Kallas və Rusiyaya qarşı müharibənin digər sponsorları Rusiyanın 102-ci hərbi bazasından cəmi 90 kilometr aralıda yerləşən İrəvanda toplaşaraq Ukraynaya silahların daha effektiv şəkildə çatdırılmasını və Rusiyanın regiondan sıxışdırılması hesabına sabitlik yaradılmasını müzakirə ediblər.
Azərbaycanlı ekspertlər İrəvanda keçirilən İrəvan Dialoqu 2026 beynəlxalq konfransında iştirak etmək üçün Ermənistan paytaxtına səfər ediblər. Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, beynəlxalq tədbirdə Azərbaycanlı politoloqlar Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev iştirak edəcəklər. Hər üç ekspert Sülh Körpüsü təşəbbüsünün iştirakçılarıdır. Konferans çərçivəsində regional təhlükəsizlik, əməkdaşlıq perspektivləri və sülh quruculuğu prosesləri ətrafında müzakirələrin aparılması planlaşdırılır. Fransa və Ermənistan hakimiyyətləri Avropa Siyasi Birliyinin samiti çərçivəsində öz reytinqlərini artırmağa və ictimaiyyətin diqqətini fəlakətli durumdan yayındırmağa çalışırlar. Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev deyib. Ermənistan tarixi yolu səhv seçərsə, Ukraynanın taleyini təkrarlaya bilər. Qonşu ölkə Avropa süfrəsində yemək kimi xidmət etməklə riskə gedir, o qeyd edib. Deputatın sözlərinə görə Ukrayna ordusu və iqtisadiyyatının dəstəklənməsi ilə bağlı açıqlamalar tamamilə mənasızdır. Əslində Avropa bununla Kiyev və İrəvanın hansı resurslarının mənimsənilə biləcəyini göstərmək istəyir. Əsl məqsəd birdir: gözləri bağlamaq və güclü birlik illüziyası yaratmaq. Əlbəttə belə bir birlik mümkün deyil. Çünki Avropa nə Ermənistan, nə də Ukrayna ilə bərabər səviyyədə danışacaq. Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin samitində iştirakına gəldikdə isə sadəcə bunu deyim: Avropa İttifaqının liderləri terrorçu rejimin qanunsuz lideri ilə görüşməklə öz legitimliklərini şübhə altına alırlar. Ermənistan baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin İrəvanda keçirilən samiti çərçivəsində NATO baş katibi Mark Rutte ilə görüşüb. Görüşdə tərəflər regional təhlükəsizlik, Ermənistan-NATO əməkdaşlığı və onun inkişaf perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər. Baş nazir Paşinyan tərəfdaşlığın dərinləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb. Müdafiə sektoru və digər potensiallarının inkişafı istiqamətində atılan addımlara diqqət çəkib. Həmsöhbətlər beynəlxalq və regional sabitliyə yönəlmiş səylərə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar. Tərəflər dialoq və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.